Salam hörmətli kanal izləyicilərim. Xoş gördüm sizləri, necəsiniz? Bugün mənim ev günümdür. Ona görə ev işlərinə məşğulam. Kələm qovurması bişiriləcək. Bir də gül çiçəklərlə məşğul olacağam. Kələm qovurması ilə ötürü deməli bir yekə baş təzə kələmdir. Markovdur, yer köküdür, törkalamışam. Törkayın böyük gözündən keçirmişəm. Xırda doğranmış soğandır, yağdır, pomidor, biber vurulacaq. Deməli birinci soğançamızı hazırlayırıq. Mən çöldə iş görürəm. Belə soğançamızı qoyduq qovrulmağa. Plitkanın üzərində. Hava bugün küləklidir, sərindir, yağışlıdır. Güzel yaz havasıdır. Belə. Dostlar, gözəl yaz fəslidir. Gah yağış yağır, gah günəş çıxır. Şükür Allahın böyüklüyünə. Gözəl tərəvəzlər, gözəl meyvələr çıxır. Yaz olanda çalışıram ki, ət yeməyindən biraz gen, tərəvəzlərə üstünlük verim. Çox faydalıdır, çox vitaminlidir. Ət yeməklərimiz də olacaq, Allah qoysa. Onları da göstərərəm. İndi hələ ki, bugün bunu hazırlayıram. Mən həmişə üstünlüyüm tərəvəzlərə verirəm. Çünki çox faydalıdırlar. Çox vitaminlidirlər. Ət yeməyini də sevirəm. İndi Allah qoysa, ət yeməklərini də göstərərəm. İndi yaz gəlir. Mamam demiş badımcan sezonu, biber sezonu. Bax belə tərəvəzlərin sezonu, lobya sezonudur. Fəslidir. İndi bunları hələ ki pişirək. İnşallah o bir yeməklərdən də hazırlayarıq. Deməli soğançanı qovurduqca tez-tez qarışdırırıq. Hər tərəfi eyni qızarsın. Suyu çəkilsin. Beləliklə soğançamız hazır oldu. Bax belə rəngdədir. İndi markovu əlavə edib qarışdırıb markovu qoyuruq. Təkərlə iş görürəm deyə biraz narahatçılıqdır. Bir əlimdə kamera tutmuşam. Bir əlimdə də yemək çəkirəm. Ona görə biraz narahatçılıq. Bacardığım qədər çəkirəm. Bax belə. İndi bunu da biraz qovururuq. Markovu biberlə bax belə soğançıya tökürəm. Qovururam. Yağı azdırsa artırırıq, əlavə edirik üstünə. Bax belə qovrulur. Bax belə markovu yaxşıca qovurduq. İndi yavaş-yavaş az-az kələmini əlavə edirik. Hörmətli izləyicilərimiz, deməli kələm qovurması yeməyimiz qovrulana qədər istəyirəm. Çiçəklərimi də suluyum, vaxtıdır. Hörmətli izləyicilərim, bu anturum çiçəklərimdir. Şu qırmızı anturum.
oldu. Bunları sonradan kökləndirib əkmişəm. Deməli, gülçülükdən aldım. Bunların kökü çürümüşdü. Məcbur oldum, kəsdim, suya qoydum. 5 aya, 4 aya ancaq kökləniblər. İndi torfa əkmişəm. Bax, bu da antoriumdur, bu da qırmızı antoriumdur. Ancaq bu balaca sortdur. Baxın, bu böyük sortdur. Bax, belə. Bunlar çimməyi sevirlər. Qulluq suyuna bunları çimdirəm. Həm çimdirlər, həm də sulanırlar. Bunlar tropik meşələrin bitkiləri olduğu üçün belə yağışı sevirlər. Yarpaqlar qəşəng yuyulur. Həm su alırlar, həm nəmlənirlər. Həm də sulanırlar. Onu deyim ki, bunlar torpaqda nəmliyi çox sevmirlər. Tez-tez sulanmağı, bax belə çimməyi sevirlər. Yağış kimi çilənməyi, nəmlənməyi sevirlər. Çünki bunların baxırsınız, bax, hava kökləri var. Bax, aydın görünür burada. Bax, bu hava köklərindən havadan bunlar nəmli yalan olurlar. Haradasa yoxlayıram. Torpağı yarıya qədər deməli quruyanda başlayıram bunları sulamağa. Tez-tez sulamağı sevmirlər. Gec-gec ancaq bol sulamağı sevirlər. Haradasa 10 gündə, yay olanda, hardasa 1 həftədə, qışda 2 həftədə, 3 həftədə və yaxud da ki, lap elə 1 ayda bir dəfə bax belə sulanır bunlar. Bax belə. İndi bunlara kübrə də hazırlayacağım. Kübrələmək qaydasını da göstərəcəm sizlərə. Kanalımı izləyin, abunə olun, like atmağı unutmayın. Deməli dostlar, bax bu spatiflumdur. Qadın xoşbəxtliyi böyük sortdur. Bax belə. Bu isə kiçik sortdur. Bax. Bu da çiçək verməyə hazırlaşır. Ucu görünür çiçəyini. Bunu da sulamaq vaxtıdır. Bunu da bax belə yağış kimi yuyuram, sulayıram. Bax bunları da. Üstünə tozlu torpağı yuyulur çünki çöldədir. Ancaq bunlar sanseviyyalar. Çalışırıq ki, sulayanda ancaq köklərinə su verək. Əgər bunların mərkəz hissəsinə, rozetkalarına su düşsə, bunlar çürüməyə meyillidirlər. Ona görə çalışırıq ancaq dibdən, kökdən bax belə torpağa suyunu verək. Bax belə. Baxın belə. Bunu da gec-gec sulayırıq, ayanda, sayanda, bax belə demir tükənməsəli deyirəm. Gec sulayanda yaxşıdır. Bunlar çox suyu sevmirlər. Bunları da bax belə, bunlar uzun qılınclardır. Qışda bunlar soyuqda, koridorda, qaranlıqda saxlayıram deyə. Yaxşı vəziyyətdə döyüdülər, təzdən kəsmişəm, köklənməyə qoymuşam, çürüyənlərin kökünü tullamışam. Hardasa yarım aydır. İndi əgər yeni balalar versə böyründən, balacalar çıxsa, biləcəm ki, doğrudan da bu çiçək tutdu, inkişaf edir kökün. Bax belə, hamısında drenaj var. Qablarında penoplastla döşüyürəm, altına yığıram. Artıq suların hamısı axır gedir, heç biri qalmır torpaqda. Çürümə olmasın deyə, yenə də ona baxmayaraq, qışdan çıxanda bunların vəziyyəti biraz yaxşı olmur, belə deyək.
Siklamendir, çox gözəl çiçəkdir. Ha elədim ki, göstərim bunun gözəl vaxtını. Uşaqların əlindən imkan olmadı. Baxın, topla vurdular, yazığın yarpaqlarını belə qırdılar, yaman günə qoydular, çiçəklərini qırdılar. May ayıdır, hələ də siklamen çiçəkləyir. Ancaq keçən il birini almışdım. Mart ayından başladı yarpaqları saralıb tökülməyə. Qışı da saxlaya bilmədim. Çox təəssüf ki, əmələ gəlmədi. Mən bir şey təzə öyrəndim ki, bax bu anturiumlarında dəfələrlə aldım. Çox sevirəm bu çiçəkləri. Ancaq saxlaya bilmədim. Kökləri çürüdü. İndi bu çiçəkləri alanda satıcılar bir sirri verdilər ki, Holland çiçəkləri çox gözəl olur, göyçək olur. Ancaq onları saxlamaq çox çətin olur. Çünki onların kökləri, özləri bizim şəraitə, iqlimə uyğunlaşa bilmirlər. Ancaq bunlar Türk istixanasından gətirilib mağazinlərə. Ancaq o, bax, ağ anturiumdur, bir də bu anturiumdur. Bunlar yeri istixanadan almışam, Bakıdan almışam. Kökləri düzdür, çürüdü, ancaq suda bunları kökləndirdim. Hardasa neçə ay, 4 ay, 5 ay çəkdi. Ancaq kökləndilər. Ancaq Holland çiçəklərini heç cür mümkün deyil. Nə kökləndirmək, nə təzədən torpağa əkmək çox çətin məsələdir. İndi bax bunlar inşallah görək. Nə cür təcrübə qazanıram bu çiçəklər, görüm nə cür inkişaf edəcək. Belə. Fikus çiçəyimdir, onu da başından kəsmişəm, kökləndirmişəm ki, biraz kol kimi olsun da, pışın deyək belə, inkişaf eləsin, budaqları çox olsun. İndi o da yavaş-yavaş inkişaf edir, baxırsınız, çox çətin əmələ gəlir. Ancaq internetdə göstərirlər, YouTube'da elə kəsirlər, kökləndirirlər, əkirlər, yalan söhbətdir, çox çətin əmələ gəlir. Çox göstərilənlərə inanmayın. Təcrübə lazımdır ki, bunları yoxlayasan. Bax, mən illərdir becərirəm. Çox çətindir bu xarici bitkiləri, çiçəkləri becərmək. Səriştə lazımdır. Deməli, kəmrəm qoğurmamız da yavaş-yavaş hazır olur. Bax, belə qoğurulduqca, yumuşaldıqca Jaroninkaya, skоворodkaya yığdım. Ağzını da bağlayıram. Öz buğumda bax belə bişir. Tam qovrulana qədər. Deməli, buna duz, zövqə görə hər şey əlavə edirsiniz. Belə qalır qovrulmağa. Görək başqa nə işlərlə məşğul oluram. Mənim güllərim hələ çoxdur. Güllərlə məşğul olacağam. Bax, bu spatifilum çiçəyi. Mənim neçə dənə belə çiçəyim olubdur, təcrübəm olubdur. YouTube'da göstərirlər. Ay, belə suladım, bu suyu sevir, filanı sevir. Belə baxdım, belə istidə saxladın. Xeyr, bu çox kaprizli çiçəkdir. Çox suluyursan, çox sulamaqdan ölür. Az suluyursan, kökü quruyur, az sulamaqdan ölür. Baxırsınız, mağazindən almışam. Görün yarpaqları nə vəziyyətdədir, nə gündədir. Kökü yaxşı idi deyə baxdım, götürdüm. Bir yığın çiçəkləri açıb, gələndən sonra mağazadan. Bax, belə torpağını yoxlayıram. Görsəm orada nəmdir. Bax, indi bunu da sulamağın vaxtı çatıb, görürsünüz. Yelkənin aşağı küsüb. Yarpaqları da tam aşağı düşür, görürsünüz. Bax. Bu artıq onu işarə edir ki, bunun suyu azalıbdır. Su içmək istəyir. Suyu yoxdur. Susuzluyor. Spatiflərimizdə belə yığıram. Həm içilir, yarpaqları təmizlənir, həm də sulanır. Gözəl ətri olur. Yanında durursan adamı valih edir. Fransız dokları kimi
yaxşı olur. Məhsuluma soyanda Fanta butulkasının şüşəsindən istifadə edirəm. Qapağını deşiklər açmışam, dəliklər. Ondan da soluyuram. Bax belə. Hardasa bir neçə saat indi bunlar belə dursunlar, kökləri suyu alsınlar. Başqa çiçəklərim də var. Onları da suluyum. Ondan sonra bunlara kübrə hazırlayım. Günortadan sonra bunu sübh çağı eləyirəm səhər-səhər. Günortadan sonra kübrələrini də verim ki, çox gecəyə qalmasın. Çox sevirlər bunlar kübrəni. Antorium çiçəkləri də spatifilumda nə qədər qaydasında, qərarında bunlara kübrələr versək, o qədər gözəl çiçəklər açar. Baxın, nə gözəl tumurcuqlar var antoriumun. Yeni yarpaqlar da verir. Bax, mağazadan gələnlər, baxın. Əkdim böyük qaba. Bu bütün qışı bu dayandı. Heç bir irəliləyişi olmadı. Üzü yaza, baxın, bax bu təzə yarpağı verib ki, 3 dənə yarpaq verib. İndi 2 dənə də bax belə çiçək vermək istəyir. İnşallah göstərərəm sizə. Bu çiçəyim də balaca antoriumum, gözəl ağ antoriumdur. Buna da uşaqlar imkan vermədilər. Buna da top vurdular. Bu yazıqda yıxıldı, torpağı töküldü. İndi sulamışam, görüm nətər olacaq. İnşallah ki, yaxşı olar, pis olmaz. Bax belə, bu da siklamendir. Siklameni ancaq kökündən suluyuram, aşağıdan, qabın aşağısından. Suyun içine oturur, oradan su içir. Çünki bunun burada bilmirəm nə deyirlər, kartoşkası da, soğanağı da bax burada olur. Bu islanmasın, yoxsa çürüyər. Neçə dənə toxum verir, bax belə aşağı düşür. Gizlənir ki, torpağa çatsın, toxum əmələ gəlsin. Bax, bura torpağa axırda çatacaq. Bax belə. İşlərim yenə davam edir. Beləliklə. Pomidor da əlavə edirik. Bircə dənə pomidor eləyirəm, çox eləmirəm. Hər şey zövqə görə. Kim nə cür istəyirsə, nə cür sevirsə, o cür də eləyə bilər. Mən markovu qovuranda bir dəfə duzlamışam. Soğançanı qovuranda bir əl duzlamışam. İndi də kələmə tökürəm. İndi sarı kökünü də vurdum. Mən istot işlətmirəm yeməyə. Bizdə narahatçılıq olur. Ona görə istifadə eləmirəm, ancaq istəyənlər istifadə eləyir. Çox dadlı, ləzzətli olur. Bax belə tək əllə başardığım qədər ərzaqları qatdım, qarışdırdım. İndi qarışdırıram. Tez-tez qarışdıracağım. Tam yağa düşənə kimi, qəşəng qovrulana kimi. Çox dadlı, çox ləzzətli olur. İndi ət sevənlər deyəcək ki, çox adam deyir ki, ət yeməyi daha da ləzzətlidir, dadlıdır. Onlar da göstərərik, Allah qoysa. Qapağını da qoyuruq. Qalır tam yumuşalsın, bişsin. Axırda da qapağı götürəcəm, tam qovuracağım. Evdə olanda adamın işi gücü çox olur. Bilmirsən ki, hansı işlə məşğul olasan. Çiçəklərimi rəfləridir. Polkanı silirəm, təmizləyirəm ki, çiçəkləri də yığım. Evə yığlasılar aparıb ev aynanın qabağına düzəcəm. Qalanlarını da bax belə gətirib yerinə yığım.
Bir döy, iki döy. Hansı çiçeği görmüşəm, sevmişəm, almışam. Bu Zamiya Kurkas'tan qalanlar. Yazıqların kökü. Mən sulamağı çox sevirəm. Qışda çürüdülər, o qədər suladım, sevdim. İndi ondan qalan budur. Görək nə tərəmələ gələcək. Bu aloe çiçəyidir. Bu da kofe ağacıdır. Təzədən torpağa əkmişəm. Nə qədəri çürüdü, əmələ gəlmədi. Görək indi bu nətər olacaq. Belə. Siyif təmizlədikcə gətirin balaca çiçəkləri yığın bura. Hansı ki dözümlü çiçəklərdir, onları çıxartmışam çölə. Hansı kaprizlidir, dəymə düşərdi. Onları saxlayıram hələ aynanın qabağında. Belə. Bir gün hava çox küləklidir, soyuqdur. Balalarıma bir də soyuq olar, yığışdırım bunları. Bunları təzən əkmişəm. Qışdan yaman bərbad vəziyyətdəydilər. Görək göyləri tutacaq, ya tutmayacaq. Bax, belə. Hələ ki, belə dalda yerdə saxlayıram ki, bunlar dözümlü çiçəklərdir. Bunlar güneşə də dözürlər, küləyə də dözürlər, soyuğa da dözürlər. Amma indi yeni əkmişəm, hardasa bir yarım ay olar da 2 həftə. Özünü bildirəcək tutub tutmamağı, böyüməyindən biləcəm. Hə. Aşağı rəfi də sileyim, aşağı gözü. Çöldə nə qədər eləyirsən, mümkün deyil ki, təmiz saxlayasan. Silib təmizləyim, buraları da hamısını, sulanasılar da sulayım, hamısını suyunu vermişsinlər, yığım yerlərinə. Bizdə məhlə yeri olduğu üçün nə uşaqlardan, nə pişiklərdən qorumaq çox çətindir. Ya uşaqlar topla vurur, qırırlar, ya da pişiklər qırışıda gəzirlər. Başlayacaqlar, hoppanacaqlar, çiynəyəcəklər, yaman günə qoyacaqlar. Bax belə. Ona görə dəyəri çiçəklərimi, hansı kaprizlidir, çalışıram evdə saxlayayım. Bax, bir öncə çıxartdım sulamağa. Balaca antoriumu az qaldılar, öldürərlər, yıxalar. Belə. Gedim qalanlarını da sulayım, hamısını yerinə yığım. İndi başlayıram bu balaca çiçəklərimi də sulamağa. Bu Zamiya Kurkasdır. Onun kartoşkaları var, kökü var içəridə. İndi qoy görək, bax, görürsünüz, bax, balaca, deyən o istəyir ki, boyatsın, yarpaqlar versin. Falan koydu. Bu çiçəyin adını bilmirəm, bax, bu da aloeya oxşuyur. İnkişaf eləmir, bax, bu nətəri var, karlikdir, beləcə də qalır. İndi baxıram, elə bir yarpaqları artır. Bir də aloe çiçəyimdir. Bunları az sulayıram, çox sulamıram. Bax, belə. Bunu da. Bunlar çox su sevən deyil. Nə bilim, ayda bir dəfə, indi yaydı deyə 10 gündə, 15 gündə, bir həftədə vəziyyətə baxır, dərəcəsinə baxır. Fanta şüşələrini kəsmişəm, bunları artıq düzəltmişəm ki, baxın, suyun hamısı artıqları axdı, altdan çıxdı. Mənim bu balaca aloe balam bala verir. Baxın, baxırsınız. Özü balacadır, box balacadır, digər buradan boy verir. İndi bunları yığacam aşağı polkaya. Doysunlar, içsinlər. Belə. Bunlara sonra kübrə də verəcəm. Kübrəni ilə hamısına eyni kübrə verəcəm. Belə. Bax, belə. Kələmimiz də gözəl qaynayır. Pıqqa-pıq. Bunu
görüm təkərlə nətər qarışdırım. Dibi tutmasın, yanmasın. Gözəl. Belə. Gedirəm indi o bir aloylarımı da sulayam. Bax bunlar mənim aloe çiçəklərim. Çox möhkəm, çox dözümlü çiçəklərdir. Görürsüz bunları belə başdan sulayıram ki, qış uzunu nə qədər toz, kir yığılıb. Bilirsiniz bunlar mümkündür yaylıqla, nə ilə siləsən, təmizləyəsən. Ancaq bax belə yuyuram. İndi çöldür deyə axıb gedir, quruyur. Çox dözümlü çiçəklərdir, çox gözəl çiçəklərdir. Varam belə çiçəklər, sabit güllər hayıfdır. Baxın. Bu mənim xurmalarımdır. Bunların 4-ünü keçən il təzə qabları dəyişmişəm. Bunlar böyükdülər. Artıq bu 3 qabı Allah qoysa dəyişəndə çəkiliş edib göstərəcəm sizə qulluq qaydalarını da deyəcəm. Xurmanın çərdəyindən əkmişəm. Belə. Limonumu da qışda, marozda, soyuqda, şaxtada götürmədim, gizlətmədim. Bax biricə də çöldə qaldı. İndi görürsünüz yeni çiçək verir, yeni yarpaqlar verir. İnşallah ki yaxşı olar. Mən fikir vermişəm bax bu aloe çiçəyimə. Bunu deyirlər ki bu günəş sevəndir. Günəşin qabağına qoydum, bu yaman günlərə qaldı. Yarpaqları qurudu, bax ucları buruldu. Pis günə qaldı. Görürsünüz rəngi rufu da yaxşıdır. Götürdüm indi kölgəyə qoydum. Kölgəni o qədər sevir. Qəşəng də inkişaf edir. Baxın, bax təzə yarpaqlar da verir. Belə kələm qovurmamız da hazır oldu. Bax belə qovruldu. Artıq yeməyə hazırdır. Şimdi çoban salatı da hazırlayaq.
Bax belə çoban salatımız da hazırlandı. Pomidor, xiyar, soğan, biber, bir də reyhan vuruldu. Bir də duz tökdüm. Beləliklə, hörmətli izləyicilər, kələm qovurmamız hazır oldu. Süfrəyə verilir. Tək əllə qoymaq çox çətindir. Çox dadlı, çox ləzzətli, ucuz başa gələn, əl çatan, çox faydalı, xeyirli bir yeməkdir, bir təamdır. Kim istəsə zövqə görə yumurta da vura bilər çığırtma kimi üzərinə. Ancaq bizdə hələ ki indi bu yenidir, növbərdir. Hələ ki bu formada mən bişirdim. Çox dadlıdır. Belə. Xahiş edirəm, hörmətli izləyicilər, əməyimə qiymət verin. Komentari bölməsində rəylərinizi yazın. Çox şad olaram, çox xoş olaram, ünsiyyət qurarıq. Kim nə cür bişirməyi bilir, sizdən də öyrənərəm. Belə. Like'ları unutmayın. Sağ olun, salamat qalın.